efsanevi qəhrəman. İranlıdır atası, sən demə İranlıdır. Şərqdə ilk demokratik cumhuriyyətin banisi. Görmədiyi, bilmədiyi yerdən bunu beynində inkişaf elətdirdi. Demokratiyanın qurdu şərqdə. Gedib fiktivni dokument düzəltirib, İranlı dokumenti. Sonra o dokumentlə ailəsini götürüb gedib buradan. Qaqarin getdi, gəldi. Buna bir dənə qara qaz girin polkovnik, Kremlin yanında öy. Adam qalmadı, dedi ki, mən də gedədəm. Duxun vardı, birinci gedəydi. İndi bu Mehmet Əmin Rəsulzadə rəhmətlik. İndi bizim ağlı savadımız var da. Bir anlığa fikirləşsən ki, görmədiyi, bilmədiyi yerdən bunu beynində inkişaf elətdirdi. Demokratiyanın qurdu şərqdə. Bildiniz? Yaxud Mehdi Hüseynzadə. Rəhmətlik Heydər Əliyev yeganə adamdır, Mehdiyə ad verdirdi ki, əfsanəvi qəhrəman. Şəhidlərimiz çox, qəhrəmanlarımız çox, hamısında baş əyirik. Amma Mehdi Hüseynzadəyə verilib əfsanəvi qəhrəman. Bacısı Piçə xanımla Hürriyyəti çağırdı, Akşin Əlizadənin anasını. Dedi ki, qardaşınız bəraət alıb. Diləyin bizdən nə dilərsiniz? Binəqədi Çereznoxanı saray, dəniz qırağı sonra Sumqayıt yolunun asfaltını Piçə xanım gilə çəkdiriblər. Mehdiyə görə. Kanal suyu, Samurdəvəçi kanalı çəkildi. Rəhmətlik Səfər Səfərov, Kəbutər Səfərovun qardaşı. Kəbutər Səfərov 39 il Gəncə Kənd Təsərrüfat Üniversitetinin direktoru olub. Lütfüzadəyə deyirdilər, İranlıdır atası. Sən demə İranlıdır. Deməli, bunun atası o da pullu kişi olub ki, xaricə getmək üçün bilib ki, bura pasportu ilə gedə bilməyəcək. Gedib fiktivni dokument düzəltirib, İranlı dokumenti. Sonra o dokumentlə ailəsini götürüb gedib buradan. Çünki onun başı görüb ki, burada yaşasa bana bunu öldürəcəklər, qiymət verməyəcək. Mən deyirdim, məni açıq alırdılar, ditsinlər, dağıtsınlar. Kişi sırf Noxanlı. Fiktivni dokument düzəldib gedib. Sizin sözünüzün qüvvəti. Mehmet Əmin Rəsulzadə deyirlər ki,